mövzunun şəxsi də Əlixan Musayevdir. Bu Əlixan Musayev mədəniyyət tələbələrinin içərisində bütün mədəniyyət tələbələrindən biraz fərqlidir. Yəni insafla desən, yəni insaf babından desək, onlara baxanda biraz daha danışığında qabiliyyətlidir. Onlara baxanda daha çox iş görüb, kitablar tərcümə edib və s. və ilə axır. Ancaq bəzi müsəlmanlar bunun danışığında, dəvətində hiləgərliyi təbəbi ilə çox vaxt buna görürsən, bunun barəsində şübhəyə düşürlər. Bir səbəb də bunun öz məclislərində, yəni böyük kütləyə yox, öz aralarında danışanda, misal üçün, Tövhid əhlinin görüşlərini dəstəkləyir, bəzən deyir ki, misal üçün, şirk eləyən üzürlü deyil, ancaq öz dairələrində. Ancaq belə ümumiyə çıxdıqda, digər mədəniyyət tələbələrindən fərqlənmir. Onlar hamısı nə danışır, bu da həmən şey danışır. Düzdür, onların çoxsu bunun həmişə qaralayırlar, pisləyirlər, buna pis adlar qoyurlar, ancaq əslində əqidələr eynidir. Sadəcə onlardan bunun fərqi odur ki, bu iki adamdır, yəni dar çevrədə bəzən haqqı deyir, ancaq ictimaiyyətə çıxanda mədəniyyət tələbələrindən fərqlənmir, onların rəngində olur.